Salam, hər vaxtınız xeyirli olsun, xoş gördük hər birinizi. Bugün sizlər üçün çox xırçıltılı qalan, dadı damaqda saxlayan lobya turşusunun hazırlanmasını göstərmək istəyirik. Daha doğrusu hazırlamışıq, görünüşündən də özünüz gördüyünüz kimi çox gözəl, kreativ bir dadı olacaq. Bir də sizə onu qeyd etmək istəyirəm ki, payızda bitən lobyadan istifadə etməyiniz çox yaxşı olar ki, həm qıcqırma, atma, belə problemlərlə üzləşməyəsiniz. Həm də payızda bitən lobya daha bərk olur və rəngi də gözəl qalır. Xırçıltılığı da yerində saxlayacaq bu reseptimizdə. Necə olmalıdır? Keçək reseptimizə. Bizə lazımdır 1 kiloqram lobyadır. Çalışın şux lobyalar olsun. Seçiminə diqqət eləyin alanda. Təzə lobya olsun. Təzəliyi də ki, gördüyünüz kimi rəngindən bilinir. Bu orta yerlərində və yaxud bu yaşıl yerlərində sarımtıl olmamalıdır. Tam olaraq yaşıl olmalıdır. Üzüm sirkəsi mən götürmüşəm. Uksus və alma sirkəsindən olmaz qətiyyən. Ev sirkəsindən də olar. Bizdəki üzüm sirkəsi 4% idi. Bir ədəd qırmızı bibərdir, kapya bibər də olar və yaxud şirin balqar bibər də olar. Yaşıl bibərdir aromatına görə və rənginə görə. Acı bibər götürmüşəm bir ədəd. Bir baş olaraq sarımsaq. Quru nanə istifadə edəcəyik ki, lazım olan qədər deyəcəm sizə. İndi qaynatmağa su qoymuşam. İndi bu duzu atıram suya. İlk öncə su qoyulur qaynadılmağa ki, vaxtımızı itirməyək. 4 litr suya 3 xörək qaşığı duz əlavə edirəm. Və bir dəstə cəfəri lazım olacaq. Deməli, birinci növbədə nə edirik? Lobyanın qarşı və arxa tərəfini bu formada kəsirəm. Mən bunları kəsib daha vaxtınızı almaq istəmədim. İndidən sizlərə göstərirəm. Bu formada və salam. Su biraz qaynayandan sonra digər prosesi də sizlərə göstərəcəm. Lobyaları əlavə edirik içinə. Əvvəlcədən də lobyaları nənəmiz yiyib, çox sağ olsun. Lobya hamısını bir dəfəlik əlavə etməyin ki, yarısı bişər, yarısı bişməz. Ona görə də yarısını əlavə edirik. Çox yox. 4 dəqiqə, 5 dəqiqə belə qaynayandan sonra biraz rəngi döndü və salam. Sudan götürəcəm. Ara sıra alt-üst eləyin ki, altdakılar üstə gəlsin, üstdəkilər də alta, hamısı tam bişsin. Biraz gördüyünüz kimi, baxın, açıq sarıya çalır. Biz bu momentdə bunu götürürük. Yoxsa tam bişsə, lobya çığırtmasının dadını verəcək. Amma bizə lazımdır turşu dadı versin. İkinci partiyanı da əlavə edirik suya. Lobyanı sudan çıxartdıq, qaynar sudan çıxartdıq. İndi qoyuruq soysun. O vaxta qədər də vaxt itirmədən içliyini hazırlayaq. Sarımsağı ən yaxşı təmizləmək variantlarından da biri. Atırıq olar bankaya. Qapağını qoyuruq, yaxşı-yaxşı çırpırıq. Özünüz gördünüz necə soyulur. Əlinizdən iyi gəlməməsi üçün ən yaxşı metod elə budur. Sarımsağı doğramanın yaxşı üsullarından da biri, bir-bir əlinizlə əzirik. Baxın, gördünüz necə əzilir. Üstündən də duz vururam. Keçən videolarımızda da qeyd etmişdik. Sarımsağın üstünə duz vurulması ona görədir ki, həm xüsusi acılığı var, o çıxır, həm sürüşməyə qoymur, həm də sarımsağı yağın çıxmasına kömək edir. Özünüz görürsünüz böyüklüyünü, biraz belə olsun, çox xırda olmamalıdır ki, içində bilinməlidir. Sarımsaq doğranandan sonra keçirik bibərlərin doğranmasına. Bibərləri də çalışdığınız qədər sarımsaq kimi doğrayın.
Acı biberin doğranmasında isə için təmizləməyə qətiyyən ehtiyac yoxdur. Çünki bunun nə qədər acı yeri varsa, hamısı baxın bu tum hissəsindədir. Ona görə də elə tumlu bu doğrayacaq. Əgər əlinizi acılığa keçirsə, çalışın əlcək geyinin. Doğradığımız içlilər hamısını bir yerdə qarışdırıram. Alıram bir qaba. Hazırladığımız içliyə yarım xörək qaşığı da nanə qatırıq və qarışdırırıq. İçliyimiz də hazır, lobyalar da qəşəng soydu. İndi bunun düzülmə qaydasını sizə göstərim. Bir yemək qaşığı, demək bu içliyimiz 2 kilo lobya üçün nəzərdə tutulub. Bir yemək qaşığı əvvəlcə bankanın dibinə tökürəm. Bir də yaraşığının gözəl olmasına görə, baxın lobyalar çalışın, belə əlinizdə heç olmasa bir-birinə belə birləşdirin. Birləşdirdiyiniz tərəf aşağıda qalsın, çünki üstü bir olmaya bilər. Belə yığılması daha rahat olur. İçine böyle doldurduqca bankanı biraz çevirin, asta. Gördüyünüz kimi qəşəng sıxa getdi, hər tərəfi bax belə kipdir. Belə əgər boş yerləri qalıbsa, balaca belə lobyalardan götürürük, 2 qatlayırıq, qırağından sıxa qoyuruq. Ki tam bərk olsun. İçlikdən də özünüz gördüyünüz kimi bayağı da göstərdim, qaşıqla ara sıra qoyusunuz ki biraz içlik, biraz lobya tam olsun bankamız. Gördüyünüz kimi qəşəng doldurduq da çox da belə kip eləməyin ki canına sirkəni çəkə bilsin. İndi bunun üzərinə bir yemək qaşığı belə silə, duz əlavə edirəm və bir ədəd qənd qoyuram. Dostlar, bu bunun sirridir. Elə adam var deyir ki, nəyə görədir? Bu qənd qoyulmasa qalıb xarab ola bilər, yəni ehtimalı var. Amma qənd qoyulanda həm tez gəlməsinə kömək olur, həm də xüsusi yaraşır ona. Dolana qədər də üzərinə sirkə əlavə edirəm. Bunu rezbovoy qapaqla da bağlamaq olar, kapron qapağıyla da. Mən buna kapron qapağı bağlayıram. Vəssalam. Tam olaraq hazır oldu. Özünüz yaraşığından da görsünüz. Çox qəşəng al-əlvandır. Hər şey yerində. Dadına da şübhə yoxdur. İnşallah 15 gündən sonra da açıb yeyə bilərsiniz. Qışda da yeyə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Videomuzu bəyənməyi unutmayın. Allah'a emanet olun, sağ olun. Yenə də nəsə istəsəniz şəhər bölümündə bizlərə bildirməyi unutmayın. Sağ olun.